Arkadaşlar, söz verdiğim kimi heykəlləri bir növbəylə işləyəcəm sizin üçün. Həm də yarım saatı aşmamaq şərti ilə, həm də ştrixləmək üçün ayrı bir video yükləyəcəm sizin üçün hər 6-cı günü. Birinci Diana ilə başlayacaq, Diana heykəli ilə. Bundan da əlavə uşaqlar, videonun sonunda da sizə əlavə məlumatlar bölüşəcəm. Bu qabiliyyət imtahanı ilə bağlı, buraxılış imtahanı neçə bal yığmalısan, qabiliyyətlər nə qədər keçiddi, qabiliyyət imtahanında ümumiyyətlə sizi nə gözləyir, nə aparmalısan, nə aparmamalısan, vaxt, müddət, hər biri haqqında da qısa məlumat sistemi bölüşəcəm. Gəlin, başlayaq. Bəli dostlar, indi Diananı işləyəcək. Diananı biraz yanaki qoydum. Elə bir qabaqdan işləməyəcək. Çalışacağım ki, bütün heykəlləri hər istiqamətdən işləyək. Birinci növbədə nədir? Diana. Sonraki videolarda Venera olacaq. Birinci qadınları işləyək, sonra kişi heykəlləri, Avqustdan Qatamellanı işləyəcək. İndi uşaqlar, ölçü məsələsinə diqqətlə olun. Mən A4 götürdüm tez başım, yəni tez işləmi tez bitirmək üçün. Yəni sizdə imtahanda qeyd etdiyim kimi A2 formatda piçatlanmış formada, burada piçat işarəsi olacaq. O formada işləyəcəksiniz və qabiliyyət imtahanında da sizə təqribən 6 saat heykəl üçün, antik baş heykəl üçün vaxt veriləcək. Məsələn, təsviri sənət müəllimlərdə həzə fiqurlar düşəcək, onlarda isə 3 saat vaxt veriləcək. İndi başlayaq. Ölçmə məsələsində karandaşdan istifadə edin. Bəzi uşaqlar çubuq və ya xəttkeş götürürlər. Xəttkeş ümumiyyətlə qoymurlar. Həmin o çubuğu da qoymaya bilərlər. Nəyə görə? Elə bilərlər ki, siz onu xəttkeş kimi istifadə edirsiniz ona görə. İndi uşaqlar, ölçünün ən geniş hissəsi haradır? Həmin saç hissəsi var, bu hissə. Bizim ən geniş hissəmiz saçın bu bir hissəsi ilə bu hissəsi. Yəni biz eyni oradan götürürük uşaqlar. Mən eyni tapdım, elə deyilmi? Eynimiz bu qədərdir. Mən bu eyni əlimi çəkmədən bu eyni qoyuyorum hündürlüyə. Görürəm 1-in 1-ə, yəni 2-nin 1-ə nisbəti var burada. Yəni mən gözə yarı, burada artıq avtomatik bizə nə qaydalar düşür? Biz ölçüləri vərəq üzərində gözə yarı, nisbətləri isə karandaş vasitəsilə tapırıq. Mən eynini 1, hündürlüyün isə 2-nin 1-ə nisbətini tapdım. İndi bunu A4 üzərində yerləşdirəndə isə uşaqlar, diqqətli olun. Biz obyekti, ümumiyyətlə hər şeydən, təsviri sənətdən bu hamısına aiddir. Tək bu antik baş heykələ aid deyil. Vərəq üzərində düzgün yerləşdirmək üçün obyekti olduğundan kiçik işləyə bilərik, amma olduğundan böyük işləyə bilməzsən. Qətiyyən. Bu binövrəli yəni 2-3 balın bundan gedər. Kampanovka o qədər önəmlidir ki, 6 bal düppələm düz işləsən kampanovkadan 6 bal isə gəlir. Yəni digər hissələri, o 4 balı da ştrixləməyə, tonlamaya, onun formanın tapılmasına əsasəndir. İndi uşaqlar, başlayırıq gözəyarı ölçülər təyin etmə. Mən bu birimdir. Bu biri. Bax uşaqlar, yan tərəflərə və mərkəz xəttdə olmağına diqqətli olun. Buradan nisbətlərə fikir verin. Mən əlavə xəttlər atacağım. Yəni mən çaşdırma o əlavə xəttlər. Sizi çaşdıra bilər deyə mən tez-tez siləcəm, narahat olmayın. Buradakı nisbətlə baxın, düz olmalıdır. Tam mərkəzə yerləşdirməliyik. Hündürlüyünü neçə tapdıq? 1-in 2-yə elə deyil uşaqlar. Buradan götürürəm. Düz belə. Tam da 1-in 2 olmasa da 1,5 kimi götürə bilərsiniz. Dediyim kimi vərəqdən çox asılıdır. Üstlə altın tam da bərabər olması o qədər vacib deyil. Çünki aralarındakı nisbətin fərqi çox da göz önündə olmamalıdır uşaqlar. İndi bunu mən çevrəyə alıram. Yəni kuba. Necə ki, naturmort işləmirik. Eyni uzunluğunu tapmırıq. Sonra başlamırıq qurmağa. Bunu belə qoyduq. İndi uşaqlar heykələ diqqətlə baxın. Heykəldə qızıl qaydalar ki var. Bunlara əməl etməliyik. Yaxından göstərirəm sizə. Burada məsələn, gözün arasındakı göz məsafəsinə diqqətli olun. Bir göz arasında məsafə qədər olmalıdır. Yəni iki gözün arasında bir göz qədər məsafə olur. Ümumiyyətlə portret işləyəndə insan üzünə göz 5 dəfə yerləşir. Yəni burada 2 dənə, burada da 3 dənə olur. Yəni 1, 2, 3, 4 və 5. Yanaki oldu. Elə bir insan üzü kub kimi fikirləşin uşaqlar. İşləyəndə belə və 3 bərabər hissə məsələsi daha yaxınlığa göstərin. Alnında saçın, alın hissəsindən qaşla 1. İkinci hissə isə qaşın, burunun bitiş nöqtəsi. Bu ikinci nisbət və burnun bitişi ilə çənə nahiyəsi də 3 bərabər hissə ayrılır. Yəni insanın anatomik quruluşunda da, portret işləyəndə də bu həmin qaydalar sizə kömək edəcək.
İndi nisbətlərdən əlavə olaraq, məsələn, burnun bitiş nöqtəsini, həmin bu fasad ki var, bu hissənin bu baş hissəsi ilə bərabərdir. İndi sizə bunu işcə göstərəcəm. Həmin nisbətlər həqiqətən işləyəndə siz düzgün komponovka etmiş olursunuz. Həqiqətən çox asan olur sizin üçün. İndi uşaqlar başlayaq. İlk növbədə burnun mərkəzindən başlayaraq. Burnun mərkəzi dediyimizdə necədir? Burnun mərkəzi, elə bir mən buradan tam xətt çəkirəm. Xətt necə gedir? Oval var, dairəvi. Və mötərizə çəkirəm. Baxın bu formada. Bunun təqribi yerini qoyuram. Bu dəyişə bilər bu ölçülər. Fondakı səsə görə üzr istəyirəm, mən kursdayım hal-hazırda. Ona görə. Baxın, bu nisbətlər ümumiyyətlə ilk növbədə nisbəti, 3 bərabər nisbətin yerini tapırıq. Sonra başlayır işləməyə. Əgər mən bu hissəni saç götürsəm, yəni alım götürsəm, 1 belə, 2 belə, 3 də belə. Bunu biraz qaldırmalıyım, çünki fasadın özünü də istəyəcəm axı. Ona görə nisbətləri nə edirəm? Kiçiltməliyəm. Nisbətləri kiçildirəm. Nisbətləri kiçiltdim. Baxın, 3 bərabər hissə. 1, 2, 3. İndi siz üçün 2B karandaş götürdüm ki, mən xətt çəkəndə görə bilərsiniz. Siz qətiyyən 2B-dən istifadə etməyin. HB-ni tövsiyə edirəm sizə. HB ilə daha sizinlə uğurlu olacaq. Bu qalınlıqdan götürürəm. Üzümüz ümumiyyətlə buradan başlayacaq. Çünki orada nədir? Qalın hissə nədir uşaqlar? Saç. Bu hissə göstərim karandaşla. Bu saçdır. Saçın olduğu hissəni mən burada götürəcəm. Bu formada. Çənə nahiyəsi buradadır. Sadəcə ötəri yerlərini qoyuram. Çünki asan olması üçün. Uşaqlar, biz məsələn qaydaları bilirik. Yəni, bir dərsə sadəcə sadə formasını mən sizə göstərirəm. Baxın, bu hissə var. Biz demirik insan üzü kub kimidir. Elə bir kubun bu hissəsi budur. Həmin qulaq arxası ilə ənsə pay hissəsi də buradır. Gördünüz, elə bir üz hissəsini mən ayırdım. Təqribi yerlərini qoyuram, göz ayarı. Həmin bu hissə ilə də bu üst-üstə düşür. Həmin fasadın alt hissəsi var uşaqlar. Fasad dediyim bu alt kubdur. Yəni sizin dilinizdə desək bu kub mən. Mənə deyirlər mənim altdakı kub hissəsi orada fasaddır. O heykəlin düzgün dayanması üçün yer oynayır. Həmin bu kəsişmə, həmin o bu hissə var, üzünün bitmə hissəsi. O həmin o fasadın alt hissəsi ilə, küncü ilə bərabərdir. Baxın. Bu hissə ilə. Avtomatik bunları belə yerini qoyuram. Həmin bu saçın bitmə hissəsini dedik uşaqlar. O hissə də bu fasadla üst-üstə düşür. Baxın, karandaşına göstərin. Sadəcə biraz keçir. Elə və bu qədər. Bu qədər məsafədən avtomatik yerini tapmış oldum. Mən sizi sadə dildə başa salaram. Yəni, siz kursa gedirsiniz, müəllim mənə başqa cür izah eləyib. Ola bilər, hər kəsin öz metodu var. Sadəcə mən asan, yəni bir dərsə sizin öyrənə biləcəyiniz və sizin də dəfələrlə məşq elə biləcəyiniz formada mən başa salıram. 2B-dən də dediyim kimi niyə istifadə etdim? Kamerada siz üçün görsənməsi üçün. Amma qətiyyən belə istifadə etməyin. Yəni 2B çox tündür. Ştrixləmədə də hətta o qədər istifadə etməzlər heykəldə. Heykəl elədir ki, uşaqlar. Yəni onu gips effektini verməliyik. Pozandan çox istifadə edirik. Pozan təkcə səhvlərimizi pozmaq üçün deyil uşaqlar. Həmçinin də heykəldir. Bu kimi materialların gips effektini vermək üçün, işıq gölgəsini düzgün formada vermək üçün onlardan istifadə edirik. Bəlkə biraz sürətli danışıram, üzr istəyirəm. Videonu aşağı şeydə də, tempdə də izləyə bilərsiniz. İndi bu hissənin də boyun hissəsidir. Baxın, heykəl yavaş-yavaş oturur. Uzaqdan göstərin. Aha, uzaqdan göstərim. Üzr istəyirəm video. Və başlayırıq nə etməyə? Yavaş-yavaş yerlərini qoymaya. Bu hissəsi boyun hissəsidir, qulaq ardı. Qulaq buradadır uşaqlar. Qulaq elə bir necədir? Qulaq elə bir qaşın belə nisbətdədir. Elə bir məsələn qaş burada deyil. Bu alındır, qaş da buradadır. Xəttləri sürüşdürə bilərsiniz uşaqlar. Yəni mənim də bir dənə telefon, ona görə biraz
problem yaşayıram. Amma siz məsələn rahat formada videonu izləyin. Özünüzdə məsələn karandaş əlinize götürün, başlayın işləməyə. Yəni ən faydalı hissəsi belə olar. Mən nə edirsəmsə onu eləməyə çalışın. Başa düşmədiyiniz hissəni də təkrar izləyə bilərsiniz. Tac hissəsinin yerini qoyuram. Əlim sərbəst formada idarə edirəm. Mən hələ ki eskizini qururam da, cızma qara eləyirəm. Mən həmişə belə işləyirəm. Hər portret işləyəndə də belə rahat. Əlinizə sərbəst idarə etməyi bacarın uşaqlar. Rahat olun. Uşaqlar bir dənə xətti vurur, silir. Bir dənə xətti yenə vurur, yenə silir. Yəni köməkçi xəttlərdir də, saxlayın onu, nə olacaq ki, yəni. Hə, sizi çaşdırırsa o başqa məsələ, silə bilərsiniz. Amma mən çaşdırmam, bilirəm ki, hansı xətt düzdür. Siz də öyrənə bilərsiniz. Bu saç qulaqlardan gedir, yanlardadır. İndi yavaş-yavaş konkretləşdirməyə başlayacağım uşaqlar. Hər şeyin yerini qoyduqdan sonra əlbəttə ki, qulağın bitiş nöqtəsi burunla, baxın. Əlbəttə burnum bu hissədə deyil. Qulağım da burada olacaq. Diyananın qulağı. Xəttləri hələ heç birini tündləşdirmirəm. Bu 2B olduğuna görə tünd görsənir uşaqlar, yəni tünd deyil. Yəni çox heç sıxmıram. O karandaşınız açıq belə yazsa, məsələn, haş belə olan uşaqlar istifadə edir. Elə karandaşı sıxırlar. Pozursan izi qalacaq axı. Yəni vərəqin öz strukturunu siz pozmuş olursunuz. Özünüzə elə bir çətinlik yaradırsınız. Baxın, gördüyünüz sınıq xəttlərdən istifadə etdim. Konkret işləməyə başlayıram artıq. Yerlərini qoyuram. Bu hissə az görsənir. Bu hissəsi aşağı, aşağıdan da bu formada. Kubum da belə. Kubu işləyəndə uşaqlar arxasını da işləyin ki, xəttlər düz eləyəsiniz. Sonra bu silinəcək. Avtomatiklə indirirəm. Əgər çaşırsınızsa silin. Yerini qoydunuz, silin. Yerini tapdınız, silin. Yəni bu böyük bir problemə çevirməyin qətiyyən. Bu hissəsini də silirəm. Əgər siz üçün çətinlik olacaqsa, mən 1000 dənə xətt çəkmişsiniz, görə bilmirəm, deyə bilərsiniz. Ona görə bəzən tündləşdirirəm xəttləri ki, baxın uşaqlar, yerini avtomatik qoyduq. Neçə dəqiqə? 12 dəqiqə biz, indi bilmirəm, videonu kəsməyəcəm, inanmıram. Sadəcə bir nəfər girdi içəri, ola bilər videonu kəsərəm. Baxın, avtomatik heykəlimin yerini avtomatik qoymuşam. Yəni bilinir ki, heykəl buradadır. 12 dəqiqə. Mən hər dəfə yarım saat işləyirəm, amma çox danışdığıma görə ola bilər video biraz uzun olsun. Yarım saat yox, 40 dəqiqə falan ola bilər. Yəni fondakı səslərə görə həqiqətən üzr istəyirəm. Nədir video çəkirəm. 1000 dənə səs gələcək buradan. Baxın, bu hissələr hazır. İndi başlayıram. Profildən dayanıb da, elə bir diyana, elə deyil. Profildən dayanıb. Gözü biri balaca, biri böyük görsənir. Onu da necə işləyərik göstərərəm. İşdir, məsələn, imtahana uşaqlar istədiyiniz formada heykəldən baxa bilərsiniz. Deyəcəksiniz, yəni, birdən adam çox oldu, mən nə edəcəm? Nə edəcəksən? Ayıqlıq eləyəcəksən, nə deyə bilərəm? Ona görə heykəli əzbərləməyə çalışmayın uşaqlar. Hər tərəfdən işləməyə çalışın. Qaydasını başa düşün, o formada işləməyə başlayın. Çətin bir şey yoxdur. Bu düstur deyil öyrənəsiniz. Bu praktik bir şeydir. Baxın, o həmin xət atmışdım ha, mərkəz xətt. İndi bunun yerini dəyişdirdim. Yəni, konkret hələ ki heç nə deyil. Heykəlimi yerini qoydum, bir dəqiqə qoluma ağradı. Hə. Səslər çıxılmaya başladı. Ev yoxdur. Biz burun qaydası nədir? Burun işləmə qaydasını sizə sxemini göstərim. Əgər öndən işləsəniz burunu görmürsünüz, hə. Burunu öndən işləsəz əgər birinci belə işləyirsiniz. Əgər profildən indiki halda işləsəniz bu formada. İndi əlimi qaldırıram telefon, hə, bu formada işləyəcəksiniz. İndi mən bunun yerini elə qoyacağım. Çalışın birinci burnun yerini qoyun uşaqlar. Çünki heykəldə burun vasitəsilə biz gözün yerini, ağzın yerini təyin etmiş ola bilərik.
Necə ki, məsələn, burnun yerini təyin etdim, gözün başlanğıc hissəsini tapıram. Gözü tapdıqdan sonra bu ağzın başlanğıc hissəsini tapıram. Baxın, bunun yarısına bərabərdir və 1/3-nə. İndi başlayaq, yenə onun yerini qoyaq. Dedim ki, mən yəni sadəcə yollarını sizə göstərəcəm. Qalan hissəsi isə sizdə olacaq, konkretləşdirmə hissələri. Aha, baxın, qaydanı göstərdiyim kimi bu belə, belə. Belə. Tak düşdü aşağı, baxın. İndi buranın bu hissəsi. Düşüyor. Belə hazır. İndi ağzın yerini təyin etmiş olacağım, gözün yerini. Gözümüzün uşaqlar. Diqqətlə baxıram, bu heykəllərdə, qadın heykəllərdə gözlər biraz iri olur. Bayağı bir iri olur. Ona görə əli qışqırır. Hə. Göz hissəsində də baxın. Göz çuxuru. Təqribən, baxın, gözün tam mərkəzini çəkirəm. Baxın, xətt belə gedəcək, baxın. Ovalvari. Avtomatik bu gözümüzün də yerini təyin etmiş oluruq. Gözü biri balaca olacaq uşaqlar, digəri böyük. Nəyə görə sizcə? Kommentlərdə yazarsınız, indi demirəm. Perspektivada və bizim baxış bucağımıza əsasən bunlar dəyişirlər. Baxın, bir göz hazırdır. Nə edirəm? Sınıq xəttlərdən istifadə edirəm. Nə edirəm? Karandaşı çox sıxmıram. Nə edirəm? Diqqətim. Bir gözüm oradadır, bir gözüm buradadır. Ona görə kameraya heç baxa bilmirəm. Bilmirəm, görə bilirsiniz ya yox. Baxın. Sınıq xəttlərdən istifadə edirəm. Məsafələr, nisbətlərə fikir verirəm. Əslində gözün sırf qurma qaydası var. Video paylaşacağım. Amma məsələn siz imtahanda necə heykəl tez baza işləyə bilərsiniz? Mən bunun qaydasını burada göstərirəm. Nə edirəm? Hə, diqqətlə gözümə baxıram. Keçidici xəttlərə baxın. Əliniz çox sərbəst formada. Toxundurun, keçin. Toxundurun, keçin. Sürətli formada. İndi tam yavaş-yavaş konkret tünd xəttlər qatıram. Burnun yerini dəqiqləşdirməyə çalışıram biraz. Baxın, sınıq xəttlərdən istifadə edirəm. Xəttləri nə edirəm? Tündləşdirirəm. Burada Diana'nın burnu ümumiyyətlə baxın, qapqara da görsənmir alt hissəsini. Baxın, qapqara bir şey var orada. Ona görə mən gördüyümü sizə əks elətdirirəm. Sizə də asan olsun deməyəm, orada qəribə görsənir, sizə qəribə işləyirsiniz. Baxın, belə bir nisbət. Burnu daha uzundur uşaqlar. Bizim nisbətləri yığdığımıza görə yığcam görsənir. Kiçildirik axı işimizi. Nəyə görə? A4-ümüzə görə əlbəttə ki. Baxın, bu ortadan dodağımızın bir parası burada. Baxın, gözün demişdik ya 1/3-nə bərabərdir. Burada da 1/3, burada da baxın. Başlanğıc hissəsini təyin elədim. İndi, dodaq ümumiyyətlə necə işləyirlər? Qaydası var uşaqlar. 5 dənə halqadan istifadə edirsən. 1, 2, 3, 4, 5. Orta xəttini və buradan dodağımız hazır. Amma bu kimi heykəllərdə bu nisbətlər bu qədər də yəni qıvrımsal mı deyim, o qədər də şeylər olmur. Buna görə də mərkəz xəttdən əsasən o dodağın orta xəttini düzgün tapmaya çalışın. Üstünü, altını tapmaq asan məsələdir. Dodaqlarda, bu heykəllərdə bəzi uşaqlar deyir ki, mən görə bilmirəm. İnanın ki, imtahanda da daha yaxşı görəcəksiniz. Buradakı heykəllər uşaqlar cizmə qırızda deyir ona görə. Gözünüzü qıyıb baxmağa çalışın uşaqlar. Qıyma deyəndə uşaq gözünü yumur. Qıyma yəni bir ötərib bulanıq fason görürsən. Avtomatik nə edirsən? Kölgəsini, konkret xəttləri bax dodağın yerində qoyduq. Gördünüz? Nisbətlərə fikir verdim. Hardan hara başlayır. Dodağın ümumi qurma qaydası var. Baxın, bunun üst dodağı çox xırda, balaca olduğuna görə mən bu halqalarını eləməyin mənası olmur. Bu
çənə nahiyəsidir. Baxın belə oval xətt. Bax sərbəst idarə edin. İndi çənə, aha, bu həmin bu qıvraqlıqları indi ön plana çəkirəm. Baxın, bu hissə nədir? Həmin o boyun hissəsidir. Bunu ötəri verirsiniz. Hansı işıq kölgəyə fikir verin uşaqlar. Risun okunuz güclü olduğu. Avtomatik sizin 6 balınız hazırdır. Ştrixlədim 8-9. Daha professional ştrixlədim. Onu da hətta ala bilərsiniz. Mənə sual vermişlər, Mərmə siz neçə almışdınız? Mən özüm 9 almışdım. Nəyə görə 9 almışdım? Baxın, bu ləkələrə görə. Mən çox dəhşət dərəcədə sürətli işləyənəm. Amma burada videoda siz üçün qısalda. Baxın, heykəl hazırdır. Sadəcə nə etmək lazımdır? Konkret 2-3 xətt atacağım və videonu sonlandıram. Uşaqlar 20 dəqiqədir videonu çəkirəm. Və 20 dəqiqədə nə oldu? İşi mən sürətli formada işlədim 20 dəqiqəyə. Deyəcəksiniz, əlbəttə ki, Mərmə işləyərsiniz. Ölçü kiçikdir. Ölçü məsələsi deyil uşaqlar. Nisbətlərə tez bazar işlədim. Beynimi bulandıracaq şeylərə fokuslanmadım. Ay, burası əyildi, burası düzəldi. Uşaqlardan bəzilərində bu problem olur. Müəllimə düz eləmədim. Hardan bilirsən düz eləməmişsən? Sadəcə xəyalən eləyir ki, hələ başlamayıb ya işə. Yox, müəllimə pis alınacaq. Bu fikri unudun uşaqlar. Alınmazsa deməli, həqiqətən alınmayacaq. Bu fikirlə getdiniz, həqiqətən alındırmayacaqsınız. Tələbəmiz var idi, həqiqətən hər dəfə negativ. Uşaq həqiqətən çox gözəl işləyirdi. Hər dəfə deyir, müəllimə alınmayacaq, eləyə bilməyəcəm. Həqiqətən eləyə də bilmədi. Yəni, bəlkə eləyərdi, imkan vermədi. Çıxdı, getdi. Başqa qrupa hazırlaşdı. Deyir ki, müəllimə alındırmayacam, falan, bəs məkan. Yəni, həqiqətən insan özü ayağını özü sıxmağa, nə deyirlər, mən onu da gördüm həqiqətən. Uşaq əməl başda öz yoluna daş qoydu. O potensial, o istedad həqiqətən insan çox pis olur, məyus olur. Uşağın özü üçün də çətin oldu. Yəni həqiqətən belə hadisələrlə də rastlaşırıq. Heç nə bacarmayıb, o qədər bacaran uşaqlar var ki, deyir ki, mən eləyəcəm. Üzünə də demirik, amma onun istəyini, o sevgisini gördükdən sonra deyir ki, həqiqətən bacaracaq və həqiqətən də bacarır uşaqlar. Baxın, bu konkret belə xəttlər atırıq. Qalanını ola bilər video bitdikdən sonra sizə göstərim. Daha konkretdən formada göstərirəm sizə. İndiki hələki qurma forması belə eləyəcəm. İndi videonu dayandıracağım. Bunu konkretləşdirəcəm. Əlavə xəttləri pozacağım. Sonra sizə nə elədiyimi ümumi danışacağım. Və fisi uşaqlar hazır. Diyananı təqribən 22 dəqiqə işlədik. Sizin imtahanda 5 saat vaxtınız olacaq. Biz 5 saat yarım. Gördünüz? Şey hazırdır. Deyib, mən bunu konkretləşdirirəm. Sonra videonu o bir hissəsini sizə göstərərəm. Baxın uşaqlar, şey hazırdır. Yəni, burada artıq biraz neynəməliyik? Ümumi ton atacaq və iştəxləməyə başlayacaq. Amma dediyim kimi, bu videolar 4 dənə video olacaq. 4 heykəl, 4 video deməkdir. Onların hər birini sadəcə qurma qaydasına tez bazar işləməyini göstərəcəm. Həmçinin siz mənimlə bir yerdə nə eləyirəmsə, bir yerdə işləyəcəyik. Qurma qaydalarını sadəcə qısaca başa saldım. Demək olar ki, hazırdır. Bu nisbətlərə fikir verin uşaqlar. Baxın, tam buradan bir mərtəbəs bir dənə xətt atsam, heykəllərdə həmişə belə olur. Burunun, bu fasadın alt hissəsi ilə bu üst nahiyəsi bərabər olur. Tacla bərabər. Aydındır uşaqlar. Bu nisbətləri həmişə bir-birinizə bərabər götürün. Həmçinin eynində də bu nisbət bərabərdir uşaqlar. Həmin ən endi hissəni nəzərdə tuturam. Bəli dostlar, bu qədər. İndi keçid edək o bir hissəyə. Sizə əlavə məlumatları verəcəm qabiliyyət imtahanı ilə bağlı. İnamlı olun, əzimli olun və əlinizdən gələn ən yaxşısı edin. Bəli dostlar, sizə bu günləri düz 20 dəqiqə, 22 dəqiqə oldu həqiqətən. Bir dənə heykəl işlədik. Yəni bu videoda asan formada işləmə qaydalarını biraz danışdım. Burada əsasən əl vərdişinizdir uşaqlar. Dəfələrlə işləyin, çox işləyin, həddindən artıq çox işləyin və işləyəndə zövq alın, sevə-sevə eləyin. Yəni həqiqətən heykəl işləmək öyrəndinizsə, portret işləmək üçün heç nə olacaq. Qaydalar əlbəttə ki, portretlə eyni deyil, amma nisbətləri, köçürmə qabiliyyətinizi başa düşürsünüz ki, filan məsafədən filan məsafə bir-birinə bərabərdir. Gözün nisbətini, göz quruluşunu öyrənirsiniz, ağız, burun, dodaq, hər birinin, qulaq, ümumi hamısını
İşlədikdən sonra əlbəttə ki, başlayın heykəl işləmə. Sonra bundan əlavə demişdik ki, videonun sonunda ümumi qabiliyyət imtahanı haqqında sizə danışacağım. Qabiliyyət imtahanında uşaqlar, əgər dizayn ixtisasında akademiyada verəcəksinizsə, sizə 6 saat vaxt veriləcək. Amma bunu qeyd edeyim ki, mən 2019-da bizə 3 saat vaxt vermişdilər. Amma mən tez bitirmişdim, çıxmışdım. Əlbəttə ki, uşaqlar, siz qətiyyən tez çıxmayın. Diqqətli olun, düşünə-düşünə eləyin. Yəni, mən həyəcanlıydım da, plus imtahan zamanında uşaq həyəcanlanmışdı. Vərəqini şeylədi, atdı qırağa. Həqiqətən mən pis təsir elədi. Yaxşı ki, mən işimi bitirmişdim. Orada yaymaydan istifadə etməyəsiniz. Qurma xəttləri, çox da onların müəllimləri gözünə salmayın. İtirməyə də elə bir ustalıq formada itirməlisiniz ki, o baxanda biraz bilinsin. Yəni, tamamən silə də bilərsiniz, o problemdir. O həmin o xəttləri saxlamanıza problem etməyəcəklər, amma çox bilinməməlidir. Çünki onu siz artıq gips halında işləməsiniz. Fonunu, forma verərkən, yəni həcmli görünməsi üçün. Yəni, əsas məsələ gips kimi görünməlidir. Qapqara eləyib saxlamayın. Ştrixləmənin də tonlarına, tonlamalar hamısı əks olunmalıdır uşaqlar. Bir də qabiliyyət imtahanı dediyim kimi zalda 3 partiyalı bir zal olur. Heykəllər imtahan düz başlayan ərəfədə qoyurlar, bir qutuda qoyurlar, sonra götürürlər. 3 otağın üçünə də elə onlar düşür. Mən bildiyim qədərilə 3 gündə 3 dəfə olur. Səhər, günorta, bir də axşama yaxın deyəsən elə olur, ya da 2 növbəli olur. Elə yadımda deyil. O vaxtı hər növbəyə ayrı bir heykəl düşür. Məndə Diana düşmüşdü. Diananı çox sallar, bir də Qatemelant. Onu əsasən uşaqlar Qatemelantda işləyəndə çox çətin yaşayır. Biz bir yerdə işləyəcəyik, görəcəksiniz ki, çox asandır. Dediyim kimi, hər şeyin çətinliyi var. Burada əsas məsələ nədir? İnanmaqdır, sevərək getməkdir, öyrənməyə çalışmaqdır. Bacarmaram demək elə çox asan bir şeydir ki, uşaqlar. Əlbəttə ki, bacarmaram desəm, əlbəttə ki, bacarmarsın. İşə başlamazdan da inamla başlayın ki, o işi sonlandıracağınıza inamınız olsun, əzminiz olsun, çalışqanlığınız olsun. İstər-istəməz bunu hər iş belədir. Davamı da gələcək oğlu formada. Bir də fəza fiqurlar düşəcək təsvir sənət müəllimliyinin ixtisasına verən uşaqlar. Mən özüm təsvir sənət müəllimliyi oxumuşam, bitirmişəm, məzunum. İndi magistratura oxuyuram. İnşallah sizə qismət kim arzusundadırsa. Təsvir sənəti bir tədrisi, metodikası və metodologiya ixtisasında mən Ekran Dövlətdə oxuyuram. Hal-hazırda 1-ci kurs tələbəsiyəm, yəni magistrantıyam, tələbə hər dəfə deyirik. Bundan əlavə, bəziləri deyir ki, hə, magistr olanda nə olur? Magistr oxuyanda siz uşaqlar çox qapılar, necə deyirlər, işıq məsələ. Yəni bir universitetdə uşaqlara, tələbələr dərs keçə bilərsiniz, müəyyən stajınız olmaqla. Onun üçün əlavə bir imtahan zad vermirsiniz. Əsasən burada CV-nizə baxılır. Bundan da əlavə, fəza fiqurlarında düşən təsvir sənət müəllimliyi ixtisasında uşaqlar isə 3 saat vaxt verilir imtahan ərəfəsində. Orada parça da qoyurlar arxa fona. Arxa fon deməkdir uşaqlar. Fonda parça qoyurlar və parçanın sadəcə ton kimi, yəni fonu sadəcə biraz ştrixləmək kifayət eləyər. Yəni bir parçanı ora bilindirsənizsə belə kifayətdir. Ondan əlavə bal və ya verib kəsmirlər uşaqlar. Ondan narahat olmayın. Əsas orada kampanovkadır. Ən birinci bel sümük kampanovkadır. Kampanovka, yəni düzgün vərəq üzərində yerləşdirmək eləsəniz və ştrixi də düzgün formada versəniz, hazırdır. Hər birinizdə bir daha bol-bol uğurlar, videolarımız davam edəcək və kanala abunə olmalı, zınqrot düyməsini basmağı unutma ki, mən yeni bir video paylaşanda sən avtomatik olaraq o videonu görə bilərsən. Digər videolarımızda görüşənədək hələlik dostlar.